Cibgirləri 10 dəqiqəyə tapan polisimiz kibercinayətkarları niyə tapa bilmir? Həmin şəxslər ölkə xaricindədir. Kartlardan pul oğurlanmasında banklardakı əməkdaşlar iştirak edir. Belə bir hal baş verməyib. Bank sistemi çox yaxşı qorunur. Yarım milyon manatdan artıq vətəndaşlardan pul oğurlanır. Kartınızda pul yoxdursa adınıza kredit götürəcəklər. Mənim adıma 6000 manat kredit götürülüb. Bu məlumatlar sizdən istənilirsə, bilin ki, yalandır. Hindistan nömrəsi ilə bir xanım yazıb ki, salam əzizim, necəsən? Ümidlənməyin, dərhal bloklayın. Qardaş, elandakı maşın satılmıyor. Amma bir dənə kartımı denə, mən rayondayım, gələndə götürəcəm maşını, bir dənə beh atım sənə. Denən, 16 rəqəmi. Bir dənə CV-ndə denən. Yo, məndə sistem fərqli tələb edir. Qardaş, tez olun, indi çağıracaqlar, mən atım behi. Oldu. Vəssalam. Çox sağ ol. Bir də CV kodunu heç kimə demə, yaxşı? Sağ ol. Təəssüf ki, senarimiz real hadisələr əsasında çəkilib. Qəhrəmanımız deyir ki, Maşını satmaq üçün elan yerləşdirmişdim. Qısa müddətdən sonra əlaqə saxlandılar ki, almaq istəyirik. Bəs beh ataq, kartınızı göndərin. Mən kartımı göndərdim, daha sonra məndən CVV kodunu istədilər və mən onu da verdim. Bir müddət sonra aydın oldu ki, bəs məni aldadıblar. Yəni mənim adıma 6000 manat kredit götürülüb. Bununla bağlı polisə müraciət elədim, amma tapılmadı. Hal-hazırda da o 6000 krediti və mən ödəyirəm. müasirləşən təkcə dövrümüz deyil, həm də oğurluq üsullardır. Əvvəllər belə hallardan qorumaq üçün evdə seyfimizi, sıxlıq olan yerlərdə çantamızı və cibimizi qorumaq kifayət edirdi. İndi isə daha çox bilməliyik bank kartlarımızı və vəsaitimizi qorumaq üçün. Birindən 24-ünə qədər yarım milyon manatdan artıq vətəndaşlardan pul oğurlanır. Kibercinayətkarlar müxtəlif üsullarla vətəndaşları aldadaraq bank kartlarından vəsaitləri oğurlayırlar. Müşahidələrə əsasən son zamanlar vətəndaşlarımız çox sadə üsullarla aldadılır. Əsasən ya bank adından zəng vururlar və yaxud da mobil operator adından zəng vururlar və deyirlər ki, misal üçün GSM nömrənizi 5G şəbəkəsinə keçirmək lazımdır və link göndərirlər ki, keçid edib həminki proqram təminatı yükləyək. Həminki proqram təminatının zərərverici proqram olur. Təbii ki, həminki zərərverici proqramda telefon daxilində aparılan bütün sessiyaları izləyə bilir və yaxud da vətəndaşın yerinə, əvəzinə bir fəaliyyət apara bilir. Zəng ediblər ki, biz sizin evi bəyənmişik, sizə beh göndərmək istəyirik. Vətəndaş ona deyilən bütün əməliyyatları, hansı ki, oğurlamaq üçün dələduza lazımdır, bütün əməliyyatları həyata keçirib. Əgər kartınızda pul yoxdursa, arxayın olub məlumatlarınızı verməyin. Çünki belə olan halda sizin adınıza kredit götürəcəklər. Hətta bir bankdan idarə olunan digər kartınızdan pulları oğurlayacaqlar. Bəzən isə vətəndaşa zəng gəlmir, ona link göndərilir və ya sosial mediada qarşısına çıxır. Adətən asan üsulla qazanc vədi verilir. Linkə tıkladığınız an sizin məlumatlarınız, nəticə etibarı ilə pullarınız oğurlanır. Bəs saxta linkləri orijinallarından necə ayırd edək? Əvvəlcə güvənmədiyiniz mənbədən gələn məlumatlara keçid etməyin. Məsələn, Telegramda Hindistan nömrəsi ilə bir xanım yazıb ki, salam əzizim, necəsən? Ümidlənməyin, dərhal bloklayın və qeyd olunanlara əməl edin. Veb səhifəni ayırd eləmək olur əslində, çox rahat bir prosesdir. Əsasən dizayn oxşatsalar da, amma həminki səhifə daxilində bir neçə yerə keçid eləyəndə bax görmək olar ki, bu boş keçidlərdir, yəni arxasında heç bir keçid yoxdur və s. Yəni ilkin dizaynını hazırlayırlar, arxasında bir keçid eləyəsi yerlər olmur. Saytda olan digər bölmələrə tıklayanda səhifə boş açılır. Tıklamaqla görmək olar ki, yəni boş yaradılmış bir veb səhifədir. Bəzən telefonda işlətdiyimiz proqramlar daha çox xidmət üçün ödəniş tələb edir. Belə hallarda ödəniş etmək olarmı? Nələrə diqqət etməliyik? O mobil tətbiqlər rəsmi səhifələrdən yüklənməlidir. Google Play, App Store, yəni buradan yüklənən mobil tətbiqlərə öz şəxsi bank kartınızın məlumatlarını yerləşdirə bilərsiniz. Çünki orada təsdiqlənmiş bir platformadır. Əgər siz yanlışlıqla belə ödəniş etmisinizsə, həmin o şirkətlərlə danışıqlar aparıb, siz özünüz belə o bank kartında olan pulun köçməsinin qarşısını ala bilirsiniz və pulu geri ala bilirsiniz. Bu rəsmi mənbədir. Play Market və yaxud da App Store-da dərc edilən proqram təminatları hamısı bütün bu yoxlanış proseslərindən keçmiş bir proqram təminatlarıdır və belə mənbələrdən yüklənən proqramlara güvənmək olar. Tam %100 olmasa da əksəriyyətinə güvənmək olar. Bəs elə bir qayda varmı ki, ona əməl edib kiberdələduzluqdan qorunaq? Bildirilməlidir ki, həmin şəxsə mən sizə bank kartında olan
olan 16 rəqəmdən başqa heç bir məlumat verməyəcəm. Bu istənilən şəxsə deyilməlidir. Yəni burada fərq yoxdur. Özünü bank işçisi kimi təqdim edə bilər. Bank kartınız təhlükədədir. Onu möhkəmləndirmək üçün sizə kod göndəririk, onu təsdiqləyin və yaxud da OTP kodu SMS vasitəsilə gələcək sizə, onu bizə diktə edin. CVV, CVC, son istifadə tarixi, 3D təhlükəsizlik kodunu bizə deyin. Fərqi yoxdur. Bu məlumatlar sizdən istənilirsə, bilin ki, yalandır, bilin ki, dələduzluqdur, sizdən pul oğurlamaq istəyirlər. Özünü bank işçisi kimi təqdim etsə belə. Tam %100 sığortalanmaq təbii ki, mümkün deyil, amma bir sıra proseslər aparsaq təbii ki, özümüzü qorumaq olar. Misal üçün, ilkin mərhələdə zərərverici proqramlardan əgər özümüzü qorumaq istəyiriksə, təbii ki, antivirus sistemləri yükləməliyik. İkincisi, təbii ki, aldanmamaq, tanımadığınız mənbələrdən, tanımadığınız nömrələrdən gələn zənglərə cavab verməmək, xarici nömrələrdən gələn zənglərə təbii ki, cavab verməmək, həmçinin mesajlara keçid eləməmək, linklərə keçid eləməmək, cihazınızda kənar mənbələrdən proqram təminatının yüklənməsi və s. kimi modları aktiv etməmək lazımdır. Deyək ki, iş işdən keçib, vətəndaş kiber cinayət qurbanı olub. Həmin anda nə etmək lazımdır? Dərhal bankla əlaqə saxlayın və çalışın ki, mobil tətbiq vasitəsilə də eləyə bilərsiniz bunu. Bloklayın kartınızı və bundan sonra 102 xidməti zəng mərkəzinə zəng edin. Bəzən deyilir ki, kartlardan pul oğurlanmasında banklardakı əməkdaşlar iştirak edir və ya sistemdə olan boşluq ucbatından belə hadisə baş verir. İddialar doğrudurmu? Polis tərəfindən və digər aidiyyatı dövlət qurumları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunmuşdu ki, Azərbaycanda məlumat sızıntısı ilə bağlı hər hansısa bir bankda baş verən prosedurlar reallığı əks etdirmir bu məlumatlar və belə bir prosedurlar yoxdur. Belə bir hal baş verməyib. Bank sistemi çox yaxşı qorunur. Orada müxtəlif təhlükəsizlik sistemləri var və hər bir kiber hücumlara qarşı dayanıqlı bir təhlükəsizlik sistemləri qurulur və bu sistemlər təbii ki, beynəlxalq standartlara əsasən qurulur və bu sistemlərin dayanıqlığı daimi əsasən Mərkəzi Bank həm müxtəlif təşkilatlar tərəfindən auditlər nəticəsində yoxlanılır. Bu proseslər təbii ki, aparılır və təbii ki, banklarda daxili dələduzluğa qarşı da, yəni belə deyək də, əgər əməkdaşların apara biləcəyi dələduzluq hallarına qarşı da təbii ki, nəzarət prosesi mövcuddur. Banklarda daxili nəzarət strukturları olur. Daxili nəzarət strukturları əməkdaşların apardığı hər bir sessiyanı, hər bir əməliyyatı təbii ki, izləyir, monitorinqi də aparır və belə deyək də, prosedurdan kənarlaşma halları olduqda bu hallar aşkarlanır və təbii ki, qarşısı alınır belə bir halların. Bəzi zərər çəkənlər deyirlər ki, ənənəvi cibgirləri 10 dəqiqəyə tapan polisimiz kiber cinayətkarları niyə tapa bilmir? Saxta xarici nömrələrdən və yaxud da phishing səhifələrdən və yaxud da hər hansısa bir SMS vasitəsilə sizə daxil olan məlumatlar, bunlar ölkə xaricindən idarə olunan bir qrup şəxs tərəfindən həyata keçirilir. Yəni, həmin şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlərin gecikməsi və yaxud da bunun çətinliklə baş verməsi ondan asılıdır ki, həmin şəxslər ölkə xaricindədir. Ölkə daxilində olan bu cür qrupları polis əməkdaşları dərhal müəyyən edir və məsuliyyətə cəlb edir. Müsahibimiz statistik rəqəmləri də açıqladı. Aprelin 1-dən 24-ünə qədər yarım milyon manatdan artıq vətəndaşlardan pul oğurlanır kiber cinayətkarlıq üsulları ilə. Qaydalara əməl edin ki, kiber dələduzların qurbanına çevrilməyəsiniz. Mövzunu davam etdirəcəyik.